Dövlət Dəniz və Liman Agentliyində fevralın 5-dən etibarən gəmilərin sıravi heyət hazırlığı üzrə yekun imtahanların keçirilməsinə başlanıldı. Saat 11-də başlayan imtahanlar agentliyin xüsusi proqram təminatı vasitəsilə kompüter test imtahanı formatında təşkil olundu. Gecikənlər imtahana buraxılmır, lakin imtahan prosesində hər bir dinləyicinin 3 dəfə imtahanda iştirak hüququ var. Sıravi heyət hazırlığı üçün 3 dəfə imtahanda iştirak və sonuncudan da uğursuz nəticə əldə etdikdə sonuncu imtahan tarixindən 3 ay sonra növbəti imtahanda iştirak edə bilər. Lakin xüsusi hazırlıq kursları üzrə imtahanlarda da eynisi ilə 3 dəfə şans verilir hər bir dənizçiyə. Növbəti hər 3 cəhdə uğursuz olduqdan sonra onlar xüsusi hazırlıq kurslarına cəlb olunur və yenidən proses təkrarlanır. İmtahan zamanı sualları cavablandırmaq üçün namizədlərə 75 dəqiqə verilir. Bu zaman çərçivəsində iştirakçılara asan, orta və çətin ağırlıq dərəcəsində olmaqla 50 sualdan ən azı 30-unu cavablandırmalıdır. Proses heç bir insan faktoru olmadan proqram təminatı tərəfindən təsadüfi seçilmiş suallar əsasında həyata keçirilir. Hazırlıq kurslarının müdavimlərinin rahatlığının təmin edilməsi məqsədi ilə bütün ixtisaslar üzrə imtahan sualları və doğru cavablar əvvəlcədən agentliyin web saytında yerləşdirilir. Bugünkü imtahanda çox əla keçdi. 50 sualdan 48 düz yazdım. İmtahandan sualların agentliyin rəsmi saytında əldə etdim və ona hazırlaşdım. Suallarla imtahanda tanış olmuşdum. Belə ümumiyyətlə materialımız var idi, dərsliyimiz var idi. Dərsdə yaxşı keçmişdik biz. Müəllimlərimiz bizə yaxşı təhsil vermişdi. Ben əsasən yaxşı hazırlaşmışdım. Bir dənə səhvim çıxdı. Yəni, biraz diqqətsizlikdən. İmtahanı keçmiş sonra inşallah yaxşı olar. Hələ ki matros kimi gələcəyinə də universitetə qəbul olmağı fikirləşirik. Qeyd edək ki, agentliyin inzibati binasında müasir tələblərə cavab verən kompüterlə və zəruri texniki avadanlıqlarla təchiz olunmuş imtahan zalı istifadəyə verilib. Zalda eyni vaxtda 41 nəfərin imtahan prosesində iştirak etməsi mümkündür. Bu da öz növbəsində hazırlıqları başa vurmuş müdavimlərin beynəlxalq və milli qanunvericiliyin tələblərinə uyğun zəruri sənədləri əldə edərək əmək fəaliyyətinə başlamalarına ən qısa zamanda şərait yaradır. Dənizçilərin biliklərinin qiymətləndirilməsi ilə bağlı tətbiq olunan yeniliklər imtahanların daha şəffaf və keyfiyyətli şəkildə keçirilməsinə, həmçinin əmək bazarının tələblərinə uyğun, daha yüksək bilik və bacarığa malik olan dənizçilərin hazırlanmasına imkan yaradır. Bununla yanaşı, dənizçilərin hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlərin davamı olaraq xüsusi hazırlıq şəhadətnamələrinin verilməsi və yenilənməsi üzrə imtahanların bu ilin 1 mart tarixində agentlikdə təşkil olunmasına başlanılacaq.